Öz canına qıymaq bu qədər asandır, yəni. Hansı ruh halındakı bir insan heç düşünmədən özünü öldürər? Düzdür, ətrafımızdakı insanların bunda rolu böyükdür. Bəs yaxşı, problem bizim ətrafımızda deyilsə, ya problem bizim keçmişdə etdiyimiz səhvlərlə bağlıdırsa, onda necə? Əlbəttə, insan təbiətidir, səhv etməməyə qaçınılmazdır. Bəs bilmədən etdiyimiz kiçik səhvlərə görə bir ömür boyu özümüzü bağışlamasaq, onda necə? Ən çox sevdiyim filmlərin başında gələn Manchester by the Sea adlı filmlə bu sualların bəzilərinə cavab tapmağa çalışacağıq. Bundan sonraki etapda film haqqında bir çox spoiler verərək filmi incələməyə çalışacağam. Buna görə də əgər filmi izləməmsənsə, get və filmi izlə. Lee işə gedib işdən gələn və ailəsi ilə birlikdə vaxt keçirməyi sevən bir xarakterə malikdir. Yəni tam olaraq ideal bir atadır. O gözəl həyat yoldaşı və şirin üç övladı ilə bu evdə yaşayırdılar. Hətta bəzənli boş vaxtlarında öz dostları ilə bir araya gəlib evlərinin zirzəmisində masaüstü tenis oynayırdılar. Hər şey şirin bir yuxu kimi necə də ecazkar görünür, elə deyilmi? Amma Lee də birazdan bir çoxu kimi fələyin amansız çilləsini yeyəcəkdi. Lee də içib əylənərək fələkdən bir gecə uğurlamaq istəyirdi. Amma zalım fələyin onun üçün yazdığı senaryodan xəbərsiz idi. Gecənin davamında yuxusu gəlmir və içki almaq üçün yenidən yola düşür. Məsələ burasıdır ki, o evdən ayrılmamışdan əvvəl kaminə 1-2 dənə odun əlavə etmişdi. Amma çox içkili olduğundan bunu tam olaraq xatırlamayırdı. Yıxılıb qalxa-qalxa Lee birtəhər gəlir evinə çatır. Amma gəlib görür ki, evi od tutub alovlar içində yanır. Xoşbəxtçilikdən həyat yoldaşı yanğın söndürənlər tərəfindən xilas edilib. İki balaca qızının yataq otağı ikinci mərtəbədə yerləşdiyinə görə onları xilas etmək mümkün olmayıb. Peşmanlıq o qədər ağırdır ki, onu daşımaq insan ruhunu əzir. Victor Hugo'nun kitablarını oxuyan bəzi insanlar bu filmi analiz etməyə daha çox malikdirlər. Çünki Victor Hugo'nun kitablarının çoxu insan ruhunun çətinliklərini və keçmiş ağrılarını ustalıqla təsvir edir. Ayrıca bu sözlər tam olaraq bu adamı əks etdirirdi. Bu polislər ona tək onun başına belə bir hadisənin gəlmədiyini, milyonlarca insanın başına belə bir hadisələrin gəldiyini deyirdi. Amma Lee'nin içindəki alışıb yanan peşmanlıq hissi sönməyirdi. O bu ehtiyatsızlığına görə ağır cəza çəkmək istəyirdi. Hətta o öz beynində özünü çoxdan cəzalandırmışdı və bu cəza isə ölüm idi. O özünü öldürməyi bacarmasa da bu peşmanlıq hissi ilə artıq yaşamağa məcbur idi. Gəl ki, buna yaşamaq demək elə də dürüst deyildi. Psixologiyada ara sıra qarşılaşdığımız bir ifadə vardır. Onlardan biri də survivor guilt ifadəsidir. Bizim dilə çevirdikdə isə sağ qalanın günahı kimi səslənir. Üstəlik tam olaraq Lee'nin bunu yaşadığını görmək mümkündür. Yəni Lee'nin də bu psixolojik modda olduğunu rahatlıqla deyə bilərəm. O köçdüyü yeni şəhərdə belə alt sinif işlərlə məşğul olur və boş dayanmayırdı. Sanki o özünü işlərə verərək və keçmişi düşünməməyə çalışırdı. Dərdi o qədər böyük idi ki, bir işdən o birinə qaçaraq vaxtını keçirirdi. Və görünən o idi ki, insanlarla da öz arasında daşdan divarlar örmüşdü. Onunla flörtləşmək istəyən qıza üz vermək və yarana biləcək hər hansı münasibətdən belə qaçırdı. Heç kimlə göz kontaktı qurmayır, bir çox səhnədə insanları anlayır kimi görünür, amma tam olaraq elə deyildi. Çünki Lee artıq hər şey çoxdan boş vermişdi. Gəlin indi onun qaldığı evə biraz göz gəzdirək. Kənardan baxanda həbsxanadakı kamer otaqlarından birinə bənzəyir. Düzdürmü? Kiçik bir yataq və demək olar ki, bomboş bir otaq var. Hətta evin böyük bir pəncərəsi belə yox idi. Hüquq onu cəzalı görməsə də, o artıq öz-özünə hökm qeydirmişdi. Bir dərdimiz olduqda neynirik? Ailəmizdən birinə, dostumuza və yaxın bildiyimiz biri ilə dərdimizi bölüşüb az da olsa rahatlıq tapırıq. Amma doğru görünən də elə budur. Dostlar, sözün əsl mənasında qarşımızda kəfənsiz bir ölü var. O artıq hər şeyi çoxdan boş verib. Böyük ehtimalla məcbur olmasa nəfəs almağı belə dayandırar. Filmin ikinci qırılma nöqtəsi isə Lee'nin öz qardaşının ölümünü öyrəndiyi səhnədir. O artıq yenidən Manchester'a qayıdıb qardaşı oğluna sahib çıxmalıdır. Ayrıca qardaşı ölməzdən əvvəl də oğlunun Lee'nin yaralarını bağlamağa kömək edəcəyini düşünürdü. Demək dostlar, çox vaxt filmlərin dramatik səhnələrini yaxın kadrajda göstərərək bizi də həmin emosional atmosferaya soxmaq istəyirlər. Lakin bu filmdəki dramatik və travmatik hadisələrin çoxu uzaq kadrajda çəkilib. Yəni bununla biz izləyicilərdə əsl həyatın içində olduğu kimi kənardan izləyirik olub.
bitənləri. Ayrıca biz film sevərlərin daha çox sevdiyi bir şey var ki, filmi izləyə-izləyə gedişatı daha öncədən təxmin etməyə çalışırıq və buna görə də düşünürük ki, Lee yeni bir həyata başlayıb əvvəlki kimi xoşbəxt günlər yaşayacaq. Amma nə demişdim? Bu film gördüyünüz digər filmlər kimi deyil. Bu film bütün kinematik normaları alt-üst edir. Hər insanın içindəki qəm-qüssə ilə başa çıxma metodu tamam fərqlidir. Məsələn, bəzi insanlar dostları ilə əylənərək, musiqi ifa edərək, sevdiyi biri ilə vaxt keçirərək və ən əsasda həmin dərdlə üzləşərək başa çıxır. Bəziləri də yeni insanlarla tanış olub və həyatına yeni səhifələr açaraq keçmişə dönüb baxmadan bundan sıyrılmağa çalışır. Amma Lee kimi insanlarsa bu dərdlə üzləşməkdən çəkinib, bu dərdlə bir ömür yaşamağı gözə alan insanlardır. Filmin bu səhnəsi məni məndən alıb apardı konkret. Hər dəfə izləyəndə eyni hissləri keçirirəm. Boğazım düyümlənir və gözlərim dolacaq kimi olur. Bu səhnədə onunla qarşılaşan əvvəlki yoldaşıdır və onu axşam yeməyinə dəvət edir. I'm really sorry, I don't think so. I thank you for saying everything that you said. Just die. I'm not. You can just die. Yəni beləcə ölə bilməzsən. Bu replikaları hər izlədiyimdə ürəyim para-para olur. Çünki köhnə yoldaşı da Lee-nin belə edərək özünü cəzalandırdığını bilirdi. O getdiyi barlarda bilərək başqalarına ilişir və beləcə mübahisə yaradırdı. Üstəlik fikir versə zərbəni vuraraq sakit dayanır. Onu döyənlərə qarşı müqavimət belə göstərmirdi. Gəlin bu son replikanı da izləyib videonu bitirək. I can't beat it. I can beat it. Yəni mən bunu bacarmaram. Bununla da biz öyrənirik ki, bu adam bu travmanı bir ömür boyu unutmayacaq və ömrünün sonuna qədər belə depressiv əhval-ruhiyyədə yaşayacaq.